Salam dəyərli Kanal 17 izləyiciləri. Bugün Hindistanın qərbində Air India aviaşirkətinə məxsus Boeing 787 təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub. Kanal 17 xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb. Məlumata görə qəzaya uğrayan təyyarənin göyərtəsində olan sərnişinlərdən 240-dan çoxunun həlak olduğu artıq təsdiqlənir. 75 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır. आग लगी बस्ती में। Çimərliyə getmək istəyənlərin nəzərinə. Çimərlik mövsümünə hazırlıqla əlaqədar təhlükəsizlik tədbirlərinə başlanılıb. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərliklərdə dalğıcılar vasitəsilə sualtı müayinələr, təmizləmə işləri aparılır. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar və maarifləndirici lövhələrin quraşdırılmasına başlanılır. Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Akşin əlilli vətəndaşlara müraciət edərək bildirib ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilas edicilər yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirinin görülmədiyinə və belə yerlərdən istifadənin təhlükəli olduğundan xəbər verir. Çimərlikdə diqqət yetirilməli məqamlardan biri də hava şəraitidir. Bildirir ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduğunda və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir, o vurğulayıb. Qeyd edək ki, təhlükəsizlik tədbirləri iyunun 15-nədək davam edəcək. Doğum və ölüm üçün müavinət artırılıb. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə sosial müavinətlər artırılıb. Kanal 17 xəbər verir ki, fərmanda uşağın anadan olmasına görə və dəfn üçün müavinət 600 manat müəyyən edilib. Beləliklə, sözü gedən müavinət növünün məbləği 100 manat artırılıb. Qeyd edək ki, uşağın anadan olmasına görə və dəfn üçün müavinət buna qədər 500 manat idi. Hava şəraiti ilə bağlı xəbərdarlıq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında iyunun 13-dən 15-nə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Kanal 17 reporta istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel və daşqın keçəcəyi ehtimalı olunur. Dünya xəbərləri. Amerika Birləşmiş Ştatının Daxili Təhlükəsizlik Departamenti 100 minlərlə miqranta ölkədə yaşamaq və işləmək icazələrinin ləğv edildiyini və ölkədə getməli olduqlarını bildirən məktub göndərir. Kanal 17 xəbər verir ki, bu barədə bildirişin sürətinə istinadən CNN məlumat yayır. Bunlar keçmiş prezident Joe Biden administrasiyasının başlatdığı humanitar proqram çərçivəsində ABŞ-a daxil olan Kuba, Haiti, Nikaragua və Venezuela vətəndaşlarıdır. Şəkər olmanız barədə necə bilmək olar? Şəkərli diabedə aid bir simptom var ki, sizi narahat edir və bir çox insan ciddi fəsadlar başlayana dək, hətta sonraki mərhələlərə qədər diaqnoz haqqında məlumatlı olmur. Bu həyəcan verici simptom daimi susuzluqdur. Normal miqdarda su qəbul etdikdən sonra belə, yenidən içmək istədiyinizi getdikcə daha çox hiss edirsinizsə, gecə quru ağız səbəbilə oyanırsınızsa və ya daimi yanınızda bir şüşə su daşıyırsınızsa, bu ilk həyəcan siqnalı ola bilər. Çünki qan şəkərinin yüksəlməsi orqanizmin maye itirməsinə səbəb olur. Bu səbəbdən də beyin buna güclü susuzluqla reaksiya verir. Şəkərli diabetlə bağlı digər əlaqəli siqnallara isə bunlar daxildir. Tez-tez sidik ifrazı, artan yorğunluq, səbəbsiz çəki itkisi, bulanıq görmə və yaraların gec sağalması. Dəyərli Kanal 17 izləyiciləri, növbəti xəbərlərdə görüşənədək.